Roma imperiyası yıkılandan sonra Avropada nə baş verdiyini heç təsəvvür etmisiniz. Tam bir xaos, elə deyil mi? Hə, tam bir qarma-qarışıqlıq. Sizin bizə göndərdiyiniz mənbələr də məhz bu dövrə işıq tutur. Bir tərəfdə dağıntılar üzərində yeni bir güc quran Franklar, digər tərəfdə isə Romanın mirasını inadla qoruyan Bizans. Bəli, Bugün bu iki fərqli dünyanın Romanın küllərindən necə doğulduğunu və orta əsrlər Avropasını necə formalaşdırdığını araşdıracağıq. bu əslində Romanın mirasının iki fərqli taleyindən bəhs edən bir hekayədir. İki fərqli tale, maraqlıdır. Bəli. Yəni qərbdə German adətləri, Roma qalıqları və xristianlıqla qarışıq tamamilə yeni bir sivilizasiya yaratdı. Sıfırdan. Demək olar ki, sıfırdan. Şərqdə isə Roma ənənələri demək olar ki, kəsilmədən davam etdi, amma zamanla o da özünə məxsus şəkildə dəyişdi. Mənbələr bu iki yolun necə ayrıldığını çox aydın göstərir. Elə isə gəlin başlayaq. İlk olaraq qərbə, Frankların hekayəsinə nəzər salaq. Roma gedincə Qalliya, İspaniya, Britaniya kimi yerlərdə bir çox German krallığı yarandı. Amma nədənsə hamısından daha çox parlayan Franklar oldu. Onların sirri nə idi? Hər şey V əsrin sonunda səhnəyə çıxan Xlodvig adlı bir liderlə başlayır. O, sadəcə bir tayfa başçısı deyildi, əsl strateq idi. Yəni təkcə güclü döyüşçü yox. Qətiyyən. Baxın, o öncə hərbi güclə hərəkət etdi. 486-cı ildə Soissons döyüşündə bölgədəki son Roma canişinini darmadağın edib, bütün rəqib Frank tayfalarını da ya məğlub etdi, ya da özünə birləşdirdi. Mərkəzləşdirmə yəni. Bəli, beləcə tək gücə çevrildi. Amma onun əsl dahiliyi hərbi meydanda yox, siyasətdə özünü göstərdi. Xristianlığı qəbul etməsini nəzərdə tutursunuz, eləmi? Bu, digər German krallarının etmədiyi bir şey idi. Çoxları Arianizm deyilən fərqli bir məzhəbə inanırdı. Xlodvigin məhz Roma katolikliyini seçməsi yəqin ki, təsadüfi deyildi. Qətiyyən təsadüfi deyildi. Bu, necə deyim, inanılmaz dərəcədə ağıllı bir gediş idi. O başa düşürdü ki, idarə etdiyi Qalya Roma əhalisinin və ən əsası, Kilsənin. bəli, ən əsası o dövrün ən təsirli qurumu olan kilsənin dəstəyini qazanmalıdır. Dəstək olmadan olmazdı. Xristianlığı qəbul etməklə o bir anda yerli əhalinin gözündə işğalçı barbardan qanuni hökmdara çevrildi. Bu, fərqli mədəniyyətləri bir dam altında birləşdirən bir körpü oldu. Üstəlik, o, Frankların ilk yazılı qanunlarını hazırlatdırdı. Bu da maraqlı məqamdır. Çox maraqlıdır. Çünki bu qanunlar həm German adətlərini, həm də Roma hüququnu özündə birləşdirirdi. Bir növ sintez idi. Deməli, Xlodvig təməli qoydu, amma sonradan onun varisləri o qədər də bacarıqlı çıxmadı. Hakimiyyət zəiflədi və səhnəyə yeni qəhrəmanlar çıxdı. Karl Martel və nəvəsi Böyük Karl. Düzdür. Gəlin 732-ci il Poitiers döyüşündən danışaq. Bu, Avropa üçün ölüm-qalım məsələsi idi. Bəli, bəli, bunu demək olar. Ərəb orduları İspaniyanı keçib Avropanın içərilərinə doğru sürətlə irəliləyirdi. Çoxları onların qarşısının alına bilməyəcəyini düşünürdü. Və Karl Martel. Karl Martel Poitiersdə bu irəliləyişi dayandırdı. Yəni, bu qələbə olmasaydı, Qərbi Avropanın taleyi tamamilə fərqli ola bilərdi. Mənbələrdə də bu vurğulanır. Bəli. Amma bu döyüşün daha bir maraqlı nəticəsi oldu. Martel döyüş meydanında ərəb süvarilərinin nə qədər güclü və təsirli olduğunu gördü. Yəni bir növ məğlub edə bilmirsənsə, onlardan öyrən prinsipi ilə hərəkət etdi. Düşmənin taktikasını mənimsədi. Tam olaraq. Baxın, o, bu yeni döyüş tərzindən zirehli, ağır silahlanmış atlılardan o qədər təsirləndi ki, öz ordusunu bu model üzərində yenidən qurmağa başladı. Cəngavərlərin başlanğıcı. Bəli, əslində bizim bildiyimiz Avropa cəngavərliyinin təməli idi. Poitiers döyüşü təkcə bir istilanı dayandırmadı, həm də Avropanın gələcək ordularının necə formalaşacağına təsir etdi. Və bu yeni ordu modeli nəvəsi Böyük Karlın dövründə zirvəyə çatdı. Onun adı həmişə böyük ləqabı ilə çəkilir. Onu bu qədər böyük edən sadəcə fəthləri deyildi, elə deyilmi? Fəthlər əlbəttə heyrətamiz idi. O, demək olar ki, bütün qərbi və mərkəzi Avropanı
Bugünkü Fransa, Almanya, İtaliyanın şimalı və bir çox başqa ərazini. Roma imperiyasından sonra ilk dəfə. Bəli, ilk dəfə bir bayraq altında birləşdirdi. Sakslarla 30 il müharibə apardı, İspaniyada müsəlmanlarla vuruşdu, şərqdə Avar xaqanlığını darmadağın etdi, getdiyi hər yerdə də xristianlığı yayırdı. Amma onun böyüklüyü təkcə hərbi gücündə değildi, həm də bir imperiya qurmaq vizyonundaydı. Və gəlib çıxırıq o məşhur hadisəyə. 8-ci il Milad günü. Roma papası 3-cü Leon Karlın başına tac qoyub onu Romalıların imperatoru elan edir. Çox simvolik bir an. Bu, o dövr üçün inanılmaz bir hadisə olmalıydı. Axı əsl Romalıların imperatoru Konstantinopolda oturmuşdu. Bizanslıların reaksiyasını təsəvvür edə bilmirəm. Təsəvvür edin, bu sanki BMT-nin icazəsi olmadan kiminsə özünü dünyanın lideri elan etməsi kimi bir şey idi. Bizanslılar üçün bu həqarət idi. Onlar özlərini Romanın yeganə qanuni varisi sayırdılar. Bu Frank kralını da yəqin ki barbar sayırdılar. Əlbəttə, savadsız bir barbar hesab edirdilər, amma bu hadisənin simvolik mənası çox dərin idi. Bu, tac qoyma mərasimi üç gücü bir araya gətirdi. Romanın klassik irsi, yəni imperator titulu, Xristian kilsəsinin mənəvi hakimiyyəti, bəli, tacı papanın qoyması və Germanların hərbi qüdrəti, yəni Karlın özü. Bu, Qərbi Avropanın yeni kimliyinin rəsmi elanı idi. lakin bütün böyük imperiyalar kimi, Karlın imperiyası da onun ölümündən sonra çox yaşamadı. Varisləri bu nəhəng mirası qoruya bilmədilər. Bəli, Karlın nəvələri hakimiyyət uğrunda mübarizəyə başladılar və nəticədə 843-cü ildə Verden müqaviləsi ilə imperiyanı 3 hissəyə böldülər. Fransa, Almanya, İtaliya. Düzdür, bu bölgü əslində gələcəyin Fransa, Almanya və İtaliya dövlətlərinin bünövrəsini qoydu, amma qısa müddətdə bu mərkəzi hakimiyyətin tamamilə dağılmasına gətirib çıxardı. Verməliydin. Məhz bu əsas məsələ idi. Mərkəzi kral hakimiyyəti demək olar ki, yox idi. Yəni kral sadəcə bir titul idi. Demək olar ki, güc torpaq sahibi olan yerli feodalların əlində cəmləşmişdi. Kral sadəcə ən böyük feodallardan biri idi. Bəlkə də birinci idi, amma yenə də onlardan biri idi. Hər bir qraf, hersoq öz torpağında padşah kimi idi. Öz pulunu kəsir, öz vergisini yığır, öz məhkəməsini qururdu. Və daimi müharibə. Daimi bir-birləri ilə də vuruşurdular. Sadə bir kəndli üçün bu davamlı bir qorxu və qeyri-müəyyənlik demək idi. Bəs bu kəndlilər özlərini necə qoruyurdular? Yəqin ki, hansısa bir sistem olmalıydı. Sistem var idi, amma bu azadlığın baha başa gəldiyi bir sistem idi. Buna malikanə sistemi deyilir. Kəndlilər, yəni təhkimlilər, yaşamaq və qorunmaq üçün öz azadlıqlarını yerli feodala təhvil verirdilər. Yəni, torpağa bağlıydılar. Bəli, torpağa bağlıydılar, ağanın icazəsi olmadan malikanəni tərk edə bilməzdilər, amma qul da deyildilər, onu da qeyd edək. Fərqi nə idi? Onları alıb satmaq olmazdı. Feodal onlara kiçik bir torpaq sahəsi və ən əsası, vikinglər kimi qəfil hücumlar olanda qalaya sığınmaq imkanı verirdi. Bunun əvəzində isə kəndlilər həftənin bir neçə günü ağanın torpağında pulsuz işləyir. Betar. Bəli. Və məhsullarının bir hissəsini ona verirdilər. Deməli, Qərbdə Roma imperiyasının yerini bir-biri ilə döyüşən yüzlərlə kiçik feodal mülkündən ibarət parçalanmış, aqrar bir dünya tutdu. İndi isə gəlin baxaq. Bütün bunlar baş verərkən şərqdə Romanın digər yarısında vəziyyət necə idi? Onlar bu xaosa necə düşmədilər? Bu həqiqətən də heyrətamiz bir təzad yaradır. Qərb, necə deyim, palçığa və qarma-qarışıqlığa batarkən, Şərqi Roma, yəni Bizans imperatoru, hələ də qüdrətli, zəngin və mütəşəkkil bir dövlət idi. Səbəb nə idi? Bunun bir neçə fundamental səbəbi var idi. Birincisi, coğrafiya. Paytaxt Konstantinopol dünyanın ən yaxşı qorunan şəhərlərindən biri idi və Avropa ilə Asiya arasındakı bütün ticarət yollarının kəsişməsində yerləşirdi. Böyük İpək yolu da oradan keçirdi. Yəni iqtisadiyyatları daha güclü idi. Qərb kəndə qayıdarkən onlar şəhərlərdə yaşamağa davam edirdilər. Bəli, məhz belə. Bizansa boşuna şəhərlər ölkəsi deyilmirdi. Onlarda pul iqtisadiyyatı, sənətkarlıq və beynəlxalq ticarət hələ də çiçəklənirdi. Ən əsası isə Hakimiyyət. Bəli, onlarda güclü, mərkəzləşmiş hakimiyyət var idi. Frank kralı öz vassallarından asılı olduğu halda Bizans imperatoru demək olar ki, qeyri-məhdud səlahiyyətə malik idi.
O, həm dövlətin, həm də kilsənin başçısı idi. Bu çox önəmli fərqdir. Çox. Həmçinin onlar hərbi gücdən çox diplomatiyaya üstünlük verirdilər. Barbar tayfalarını bir-birinə qarşı qoymaq, onlara qızıl verib sülhü satın almaq kimi üsullarla sərhədlərini qoruyurdular. Və bu güclü imperiyanın tarixində Justinian adlı bir imperatorun xüsusi yeri var. Onun dövrü Bizansın qızıl əsri sayılır. Deyəsən, onun çox böyük bir xəyalı var idi. Justinianın xəyalı, hətta deyərdim ki, vəsvəsəsi, qədim Roma imperiyasını əvvəlki sərhədlərində bərpa etmək idi. Çox iddialı. Həddindən artıq. O, Qərbin itirilmiş torpaqlarını geri qaytarmaq üçün inanılmaz dərəcədə iddialı hərbi kampaniyalara başladı. Sərkərdələri Şimali Afrikanı, İtaliyanı və İspaniyanın bir hissəsini geri aldılar. Bir anlıq elə göründü ki, Aralıq dənizi yenidən Roma gölünə çevrilir. Amma deyəsən bu uzun çəkmədi. Uzun çəkmədi, lakin onun ən böyük mirası qılıncla yox, qələmlə yazıldı. Məşhur Justinian məzəlləsinin bəzərlər tutursunuz. Bir qanunlar toplusu niyə bu qədər əhəmiyyətli olsun ki? Çünki bu sadəcə bir qanun kitabı değildi. Bu, 100 illər ərzində yığılmış bütün Roma hüququ müdrikliyinin sistemləşdirilmiş və müasirləşdirilmiş forması idi. Bu məcəllə 1000 ildən çox müddətə bütün Avropa hüquq sisteminin təməli oldu. Vay be, yəni müasir hüququn əsası oradan gəlir. Böyük ölçüdə bəli. Orada o dövr üçün inqilabi fikirlər var idi. Məsələn, bütün xristian təbələrin qanun qarşısında bərabər olması və xüsusi mülkiyyət hüququnun toxunulmazlığı kimi prinsiplər Qərbin feodal sistemindən köklü şəkildə fərqlənirdi. Bəs bu qədər uğura imza atan Justinianın qurduğu bərpa olunmuş imperiya niyə uzun ömürlü olmadı? Çox sadə bir səbəbə görə. Pul. Bu bahalı müharibələr xəzinəni tamamilə tükətmişdi. Justinianın ölümündən sonra imperiyanın qərbdəki torpaqları saxlamağa nə gücü, nə də pulu qaldı və çoxu qısa zamanda yenidən itirildi. Əsl zərbə isə şərqdən gəldi, düzdür? Bəli, əsl fəlakət şərqdən gəldi. 7-ci əsrdə Ərəb xilafətinin hücumları başladı və Bizans, Misir, Suriya kimi ən zəngin əyalətlərini itirdi. Son və həlledici zərbə isə 1071-ci ildə Malazgirt döyüşündə Səlcuq türklərinə məğlubiyyət oldu. Bu, imperiyanın can damarı olan Kiçik Asiyanın itirilməsi demək idi. Məhz bu çarəsizlik onları kömək üçün Roma papasına üz tutmağa məcbur etdi. Və bu müraciət də nəticədə xaç yürüşlərini başlatdı. Bəli, amma bu artıq başqa bir söhbətin mövzusudur. Beləliklə, bugün Romanın iki tamamilə fərqli varisinin hekayəsini gördük. Qərbdə parçalanmış, mərkəzi hakimiyyətdən məhrum, amma dinamik və zamanla yeni bir kimlik yaradan feodal bir cəmiyyət. Digər tərəfdə isə Şərqdə isə Roma ənənələrini qoruyan, mərkəzləşdirilmiş, zəngin, amma getdikcə müdafiəyə çəkilən bir imperiya. çox maraqlıdır ki, bu iki dünya bir-birinə həm rəqibidir, həm də möhtac. Yəni, onların arasındakı münasibətlər, ticarət, diplomatiya, dini çəkişmələr və müharibələr bütün orta əsrlərin gedişatını müəyyən etdi. Və hər ikisi də müasir dünyanı formalaşdırdı. Hər ikisi də fərqli yollarla da olsa, bugün yaşadığımız dünyanın formalaşmasında silinməz izlər qoyub. Sonda isə sizi düşünməyə vadar edəcək bir sual. Mənbələr göstərir ki, Böyük Karl təkcə döyüşmürdü, həm də Bizans və Bağdaddakı Ərəb xilafəti ilə diplomatik əlaqələr qururdu. Bəli, bu da çox önəmli bir detaldır. Bir anlıq təsəvvür edin. Əgər onun qurduğu imperiya parçalanmasaydı və Qərbi Avropa 9-cu əsrdən etibarən vahid, güclü bir siyasi qüvvə kimi qalsaydı, bu iki böyük şərq sivilizasiyası ilə münasibətləri necə inkişaf edərdi? Bəlkə də xaç yürüşləri heç vaxt olmazdı və dünya tarixi tamamilə fərqli bir istiqamətdə gedərdi.